Son illərdə dünyada, o cümlədən Azərbaycanda da qeyri-adi bir tendensiya müşahidə olunur. Belə ki, ayrılan şəxs dostlarına dəvətnamə göndərir və boşandıqdan sonra bu prosesi təmtəraqlı formada qeyd edirlər. Cəmiyyətin boşanmanı əvvəllər travma, məğlubiyyət kimi qəbul etdiyi bir dönəmdə, indi bir çoxları bu hadisəni yeni bir başlanğıc kimi görür. Bu ilk baxışdan qəribə səslənsə də, əslində psixoloji yükdən qurtulma, azadlığın simvolu və keçmişlə vidalaşma mərasimi kimi qəbul olunur. Bu cür tədbirlər çox zaman qadınlar tərəfindən təşkil olunur, amma kişilər arasında da bu trend yayılmaqdadır. Nigah üzüyünün simvolik şəkildə qırılması, keçmiş ər-arvadın əşyalarının yandırılması, restoranlarda xüsusi dekorasiyalar və tort fonunda məclis kimi qeyd olunması, yenidən doğulma mövzulu aksesuarlar və ya zarafatlı çıxışlarla həmin mərhələnin başa çatmasını qeyd edirlər. Bəzi mütəxəssislər belə yığıncaqları emosional yüngülləşmə və yeni başlanğıcın bir parçası kimi görür. Digərləri isə bu cür tədbirlərin keçmişə hörmətsizlik və ya emosional zərbəni təxirə salma üsulu olduğunu bildirir. Psixoloq Nərminə İbrahimova bu hadisənin fərdiyyətçiliyin və şəxsi xoşbəxtliyə yönəlmiş yeni dəyərlərin təzahürü kimi qiymətləndirildiyini deyir. Həmin insanlar boşanma uğursuzluqdur düşüncəsindən uzaqlaşır və həyatlarının növbəti mərhələsini pozitiv notlarla başlamağa çalışırlar. Belə düşünürlər ki, əvvəllər mən nə qədər evli olanda bunu hər kəs bilirdisə, indi boşanmağımı da qoy hər kəs bilsin. Bir növdə bu izləyicilərindən və yaxud da ətrafdakı insanlardan dəstək gözləyir. Yəni ona görə bunu daha çox təntənəli şəkildə ifadə edir. İnsan özü ilə qalsa, öz sakitliyini qorursa, əslində mən nə istəyirəm, bu boşanma mənə nələri verdi və yaxud da məni nələr gözləyir, mənim azadlığımı əlimdən kim almışdı əslində? Bu sualları verib özündə araşdırmalıdır və sakitliyi, yəni sosial şəbəkələrdə daha çox paylaşmaq əvəzinə özü ilə kontaktda qalıb, yəni özünü dinləməyi daha effektiv olar. Sosial mediada isə bununla bağlı fərqli reaksiyalar var. Bəzi istifadəçilər bu tendensiyanı həyatın nə olursa olsun qeyd olunmalı bir tərəfi kimi görür, digərləri isə evliliyi əlaq etmək kimi qiymətləndirərək tənqid edir. Ayşən Sərdar qızı, Səbuhi Mustafayev, Nurayna Sultanova, Xəbər ertəsi.